Salam hörmətli izləyicilər, xoş gördük sizləri Sahlənin Mətbəxi kanalında. Əziz izləyicilər, bugün biz deməli pomidor yumurta hazırlayacağıq soğanla. Yəni düzdür, çoxlarınız pomidor yumurtanı yeyibsiz, ancaq soğanla bir çoxunuz yeməyibsiz. Bu da çox gözəl olur. Bizim bir çox bölgələrimizdə bu həm də soğanla hazırlanır. Deməli əziz izləyicilər, bunun üçün bizə nələr lazımdır? Pomidorda gördüyünüz kimi belə xırda-xırda doğramışıq. Soğandı, xırda-xırda doğranılıb. Yumurta, bizdə kənd yumurtasıdır. Sizdə olmasa mağazin yumurtası da edə bilərsiniz. Ondan sonra bir də yağdır. İndi başlayırıq bunları hazırlamağa. Deməli əziz izləyicilər, tavamızı qoyduq. Üzərinə yağımızı qoyuruq ki, ərisin və belə deyək, soğanımızı əlavə edəcəyik. Yəni yağımız belə əriyəndən sonra soğanımızı əlavə edəcəyik. Yəni birinci soğanımızı bişiririk. Sonra isə pomidoru əlavə edəcəyik. Onu da qeyd edim ki, kim istəyir ayrı cür də edə bilər. Yəni pomidoru əlavə edib, pomidorun suyu çökəndən sonra yağı və soğanı əlavə edə bilər. Düzdür, onda soğan biraz belə deyək, çiğ qalır. Ancaq yəni onun başqa tam olur, bunun başqa. Biz yəni bax belə xoşlayırıq. Baxın beləcə edirik soğanı. Və birəcə soğanımızı belə deyək, qovururuq. Deməli əzizlərdə gördüyünüz kimi soğanımız biraz belə pişəndən sonra pomidorumuzu əlavə edirik. Bax belə. Və pomidorumuzun gözləyirik ölüşkəməyini, yəni suyunu zadın belə deyək, çəkilməyini. Bax belə qoyuruq və suyunun çəkilməyini gözləyirik. Deməli əziz izləyicilər, gördüyünüz kimi bax belə də pomidorumuz pişdi, suyu çəkildi. Üzərinə duzumuzu əlavə edirik. Və yumurtalarımızı belə deyərdim, vururuq. Və yumurtaları da vurduq əziz izləyicilər. Bax beləcə qarışdırırıq ki, sarısı ağı qarışsın və pişsin. Bax belə əziz izləyicilər, gördüyünüz kimi artıq pomidor yumurtamız pişdi, hazır oldu. Beləcə hazırlayıb nuş edə bilərsiniz. Dadlı və gözəl çıxır. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun, salamat qalın.